Quranda əl kəsmək hökmünün semantik və hüquqi təhlili, literal yoxsa metaforik. Giriş. Quranda cinayət və cəza anlayışı əsasən ədalət, əff və islah prinsiplərinə əsaslanır. İslam hüquq düşüncəsində əllə bağlı ən çox müzakirə olunan hökmlərdən biri isə Əl-Maidə surəsi 38-ci ayədə keçən oğru kişinin və oğru qadının əllərini kəsmək hökmüdür. Bu hökm İslam tarixində klassik hüquq məktəblərində fiziki cəza kimi şərh edilmiş və müvafiq olaraq şəriət qanunlarına daxil edilmişdi. Lakin bu hökmün literal yoxsa metaforik anlaşılmalı olması müasir tədqiqatçılar, hüquqşünaslar və teoloqlar arasında ciddi müzakirə predmetinə çevrilmişdi. Bu məqalədə əl kəsmək ifadəsinin Quran daxilində və xaricindəki kontekstual mənaları, öncəki peyğəmbərlərin hüquqi praktikaları, Qurandakı tövbə və islah prinsipləri, eləcə də dilçilik və hüquq nəzəriyyəsi baxımından yenidən nəzərdən keçiriləcəkdir. 1. Ayənin orijinal mətninə və leksik təhlilinə nəzər. Əl-Maidə surəsinin 38-ci ayəsində deyilir: Oğru kişi və oğru qadının əllərini kəsin. Ərəb dilində işlədilən əsas feil iqta'u, bu söz həm fiziki kəsmə, həm də simbolik, hüquqi və sosial ayırma mənasında işlənə bilir. Ərəb ədəbiyyatında və Quranda məcazi qət istifadə nümunələri mövcuddur. 1. Əl-Ənam 45, zalimların kökü kəsildi. Burada nəsli və hakimiyyəti məhv olmaq mənasındadır. Əl-Bəqərə 27, Allahla bağlanan əhdi kəsirlər. Burada fiziki yox, mənəvi və hüquqi kəsilmə nəzərdə tutulur. Yusuf 31, qadınlar əllərini kəsdilər. Bu, qeyri-ixtiyari hərəkət kimi təqdim olunur, amma burada da konkret olaraq qanunverici cəza mənası daşımır. Bu mənada əl kəsmək ifadəsinin fiziki olmayan, hüquqi və sosial uzaqlaşdırma anlamı daşıması ciddi şəkildə nəzərə alınmalıdır. 2. İlahi qanunların dəyişməzliyi və normativ sabitliyi. Quran-ı Kərimdə belə bir ümumi prinsip mövcuddur. Əl-Əhzab 62, Allahın adətində, yəni sünnətində heç bir dəyişiklik tapa bilməzsən. Bu ayə Allahın hüquqi və əxlaqi sisteminin vaxt və məkan daxilində sabitliyinə işarə edir. Əgər belədirsə, ilahi qanunların əvvəlki peyğəmbərlərin dövründə necə tətbiq edildiyi də vacib arqument mənbəyi hesab olunmalıdır və ümumiyyətlə Quranda deyildiyi kimi, peyğəmbərlər bizlər üçün bir nümunədir, nümunələr isə kənarda deyil, birbaşa Quranın özündə göstərilmişdi. 3. Yusuf peyğəmbərin dövründə oğruluğa görə cəza necə olaydı? Quranda Yusuf surəsinin 75 və 76-cı ayələrində belə bir hüquqi məqam qeyd olunur. Oğru kişinin cəzası onun özü tutulub saxlanılır. Burada oğru şəxs cəzalandırılır, lakin fiziki əl kəsmə anlayışı yoxdur. Bunun əvəzinə özlüyündə sosial məsuliyyət daşıyan cəza, yəni azadlıqdan məhrum etmə və ya qulluq nəzərdə tutulur. Daha önəmli detal isə odur ki, bu hüquqi tədbir biz Yusufa belə tədbir öyrətdik ifadəsi ilə ilahi təsdiq alır. Əgər Allahın qanunları dəyişməzdirsə və Yusufun dövründə oğruluğa görə cəza fiziki deyil, sosial məsuliyyət formasındadırsa, bu zaman əl kəsmək ifadəsinin Məhəmməd Peyğəmbərin dövründə fiziki kəsim kimi şərh edilməsi ziddiyyət doğurur. 4. Əl kəsməyin hüquqi mənası, sosial məhrumiyyət və cəmiyyətlə əlaqənin qırılması. Əl kəsmək ifadəsi yuxarıda qeyd olunduğu kimi məcazi mənada, yəni hüquqi və sosial məhrumiyyət formasında başa düşülə bilər. Bu mənada cəzanın məqsədi
oğrunun hüquqlarının müəyyən müddətə məhdudlaşdırılması, zindana salınması, yəni azadlıqdan məhrum etmə və ictimai fəaliyyət imkanlarından uzaqlaşdırılması və s. ola bilər. Müasir hüquq sistemlərdə bu cəza cəmiyyətlə sosial əlaqənin məhdudlaşdırılması, məsələn, azadlıqdan məhrum etmə və ya hüquqdan məhrum etmə formasında həyata keçirilir və bu, Quranın tövbə və islah prinsipi ilə uzlaşır. 5. Ayənin davamı, tövbə və islah. Əl-Maidə 39. Kim tövbə edər və islah olarsa, Allah onun tövbəsini qəbul edər. Bu ayə 38-ci ayənin hüquqi və mənəvi kontekstini genişləndirir. Əgər oğruluq edən şəxsin əli fiziki olaraq kəsilirsə, onun sonradan islah olub cəmiyyətə faydalı şəkildə qayıtması ciddi şəkildə sual altına düşür. Əli olmayan bir insan necə işləyəcək, necə məsuliyyət daşıyacaq, necə çörəyi qazanacaq və cəmiyyətə inteqrasiya edəcək? Əgər cəza islah edici deyilsə, bu Quranın ər-rəhmə, yəni rəhm, əl-ədl, yəni ədalət və əl-əf bağışlama prinsipləri ilə uyğun gəlmir. Bu baxımdan ayənin məqsədi şəxsə fiziki zərbə vurmaq deyil, onu cəmiyyətdən müvəqqəti ayırmaq və islahına şərait yaratmaq kimi dəyərləndirilməlidir. 6. Hüquqi və təfsiri ənənənin kontekstual nəzərdən keçirilməsi. İslam fiqhində əsasən literal təfsir üstünlük əldə etmiş və bir çox hüquq məktəblərində əl kəsmək hökmü fiziki şəkildə tətbiq edilmişdir. Lakin bu hökmün tətbiqi tarixi baxımdan çox məhdud və istisna hallar şəklində həyata keçirilmişdir. Bu da göstərir ki, müsəlman cəmiyyətləri bu hökmə şərti və ölçülü yanaşma sərgiləmişlər. Müasir hüquq nəzəriyyəsində cəza yalnız qorxutmaq və əzab vermək məqsədi ilə deyil, həm də önləyici və islah edici məqsədlə həyata keçirilir. Qurandakı ayələrin tövbə və islah vurğusu bu baxışla uyğunluq təşkil edir. Nəticə, yuxarıdakı təhlillər əsasında aşağıdakı nəticələrə gəlmək mümkündür. Əl kəsmək ifadəsi ərəb dilində həm literal, həm də metaforik mənaya malikdir və Quranın digər ayələri kontekstində bu ikinci mənanın üstünlüyü aydınlaşır. Quran, Allahın qanunlarının dəyişməzliyini və əvvəlki səmavi sistemlərlə uzlaşmanı əsas prinsip kimi təqdim edir. Yusuf Peyğəmbərin dövründə oğruluğa görə cəzanın fiziki yox, sosial məsuliyyət daşıdığı qeyd olunur. Tövbə və islah prinsipi fiziki əzab cəzasının məqsədə uyğun olmadığını göstərir. Müasir hüquq və sosial ədalət prinsipləri ilə müqayisədə bu ayənin metaforik hüquqi təfsiri daha əsaslı görünür. Bu səbəbdən Əl-Maidə 38-ci ayədəki əl kəsmək hökmünün fiziki deyil, sosial hüquqi və metaforik cəza kimi anlaşılması həm Quranın daxilindəki kontekstdə, həm də müasir hüquqi və əxlaqi dəyərlərə daha uyğun interpretasiyadır.